أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إذا السماء انفطرت وإذا الكواكب انتثرت وإذا البحار فجرت وإذا القبور بعثرت علمت نفس ما قدمت وأخرت يا أيها الإنسان ما غرك بربك الكريم الذي خلقك فسواك فعدلك في أي صورة ما شاء ركبك كلا بل تكذبون بالدين وإن عليكم لحافظين كراما كاتبين يعلمون ما تفعلون إن الأبرار لفي نعيم وإن الفجار لفي جحيم يصلونها يوم الدين وما هم عنها بغائبين وما أدراك ما يوم الدين ثم ما أدراك ما يوم الدين يوم لا تملك نفس لنفس شيئا ثم ما أدراك ما يوم الدين يوم
لنفس شيئا وأمر يومئذ لله والأمر يومئذ لله. صدق الله العلي العظيم. Ya Allah, Bismillahirrahmanirrahim. Allah azadarlığı bizlerden kabul etsin. Allah tezliğiyle bu cəmə Kərbəla ziyarəti nəsib etsin. Kimin ki fani mülküdən nəvai Kərbəlası var. Kimin ki fani mülküdə nəvai Kərbəlası var, yəqini olsun, hər iki cahanının səfası var. Zəbih-i Neynəva gəlir, müərrəf oldu Kərbəla. Zəbih-i Neynəva gəlir, müərrəf oldu Kərbəla. Qatışdı qanı xakinə, müşərrəf oldu Kərbəla. Məzar-ı qüdsü nifsinə mükəlləf oldu Kərbəla. Məriz çarəsizlərə o türbətün şifası var. Bir ordu 100.000 əskər ilə Neynəvanı doldurub. Bir ordu 100 nəfərlə Neynəvada xeymegah qurub. Bir ordunun önündə Kəzzab oğlu fitnəkar durub. Bir ordunun önündə bir peyğəmbərin balası var. Müsəlmanam deyib namaz qılanların suyun kesib. Bir iddəsin şəhid edib, qalanların suyun kesib, suyun həqiqi sahibi olanların suyun kesib. Bu dəştin hər yerində əl-ətəş, ətəş sədası var. Rəvan olub fəratə sarı doldura su məşkini. Rəvan olub fəratə sarı doldura su məşkini. Bacarmadı əlindən alsın hətta ordu məşkini. Qopardılar iki qolun dişində tutdu məşkini. Görün nə cür Əbəlfəzin öz əhdinə vəfası var. Müşayiət eylədi Hüseyn şəhidlərin cənazəsin. Səmaya tutdu 6 aylıq əsxərin cənazəsin. Əbaya topladı Əli-ü Əkbərin cənazəsin. Fəqət onun da bir parası yoxdur, bir parası var. Şəhadəti ilə göstərib rəhi xudanı aləmə. Şəhadəti ilə göstərib rəhi xudanı aləmə. Qılınca qan zəfər çalıb, salıb sədanı aləmə. Ləyaqət ilə çatdıran bu macəranı aləmə. Yəzidi xar edən Nəvalı Zeynəbin nidası var. Mücahid asi olsa kim Hüseyn nidasına. Zəlil olub o kəskələr ilahinin bəlasına. Müvəffəq olmuşuq səgər İmam Hüseyn əzasına. Zəmanənin imamının bizə xeyir duası var. Zəmanənin imamının bizə xeyir duası var. Bismillahirrahmanirrahim. Selamun aleyküm ya Abdullah Hüseyin. Selamun aleyküm. Cəmiyyən və rəhmətullah və bərəkatuhu. Səra Kərbəla, şəhəda Kərbəla həklərində sələvat zikirdir. İmam Zaman ağanın zuhur təcili haqqında ağanın bizdən razı, xoşnud olmasından ötürü sələvat zikirdir. Uzaldı va Hüseyna, sədası Kərbəlada.
ucaldı va Hüseyna sədası Kərbəlada, quruldu Əhl-i Beytin əzası Kərbəlada. Bu bir müsibət idi, vəli nə hikmət idi, bilində əhl-i eşqin vəfası Kərbəlada. Əbəlfəzin gözündən deyəndə ox, ilahi. Əbəlfəzin gözündən deyəndə ox, ilahi, dağıldı Kərbəlanın binası Kərbəlada. Cahanı titrədibdir Rüqəyyə ahuvayı, Əli-i Əsqərin ox yarası Kərbəlada. Qan ağladı Hüseynə, fələk, mələk, nə varsa səmaya lərzə saldı, nəvası Kərbəlada. Nəsibim olsaydı, səfalı qəm çölündə o şahımın olardım fədası Kərbəlada. Kimi yetibdi həqqə, kimi isə oldu batil, var idi hər kəsin bir qidası Kərbəlada. Qədəm qoy ehtiramla, diyar-ı eşqə mütləq, nə dərdin olsa vardır, dəvası Kərbəlada. Xudanın izni ilə, Hüseynin eşqi ilə, tapıldı hər mərizin şəfası Kərbəlada. Rəşad da hacət istər, əziz-i Kərbəladən, yetər qəbula bir gün duası Kərbəlada, yetər qəbula bir gün duası Kərbəlada. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna nahnu nuhyil mevta ve naktubu ma qaddamu ve atharahu ve kulle şeyin ahsaynahu fi imamin mubin. Sadakallahul aliyyul azim. Selavat. Bugünkü inşallah mövzumuz Müslüm İbn Əqil'dəndir. Küfəllərin yaxşı olmayan keçmişi və İmam Hüseyin əleyhisselamın da küfəllərə yaxşı bələd olması, tanıması və bu dəvətin nə qədər səmimi olub olmamağını dəqiqləşdirmək üçün Küfəyə bir nümayəndə göndərir və qərara alır ki, bu nümayəndə mənim həm qardaşım, həm əmim oğlu olan, həm də ki, bizim ailədən olan Müslüm İbn Əqili göndərsin. Və bu Müslümü ki, siz illərdir elə hər il Müslüm İbn Əqili haqqında eşitmişsinizsə və onun balaları Kərbəlaya gedənlər ziyarət ediblər. Dilli qərar verməz ki, necə danışaq. Dil qərar verməz necə danışaq, məcburuq danışaq. Müslümə İbn Əqili İmam Hüseyin əleyhisselamı çağırır ki, ey əmim, sən o kəssən ki, həm bizim qardaşımızsan, həm sirdaşımızsan, həm əmim oğlusan və sənə inancım böyükdür. Get bu küfəlilərin etibarını öyrən. Etibarını öyrən ki, həqiqətən bunlar istəyir, yoxsa istəmir. Müslüm İbn Əqil o kişinin oğludur ki, əvvələ qaydaq. Bir atanın və bir balanın misalını çəkək. Ondan sonra nədir, nə döyür, siz özünüz anlayarsınız mən nə demək istəyirəm. Bax, Əqil o şəxsdir ki,
Həzrət Əli əleyhissalamın yanına, qardaşının yanına gəlir, deyir, mənə biraz pul ver. Əli əleyhissalam bunun ovzuna dirhəm qoyur. O dirhəmi qoyur ki, o dirhəm ocaq üstündə olur. Və ocaq üstündə olur, götürəndə dirhəm əlini yandırır, atır yerə, deyir, qardaş, neyirsən? Deyir ki, qardaş, mən sənə bu dirhəmin bir dənəsini verdi, mənim də saxlayanmadım. Bəs qiyamət günü sənə verdiyim dirhəmlərin alovu mənim eləyər. Həmin əqlin oğlu Müslümdür. Həmin əqlin oğlu Müslümdür. Ki, İmam Hüseyin əleyhissalam ona deyir ki, birinci demir əmmi oğlusan. Deyir, birinci qardaşımsan, əmmi oğlusan. Və bizim ailədənsən. Və imamın ki, fikri qətiləşir. Ki, Müslüm ibn Əqli göndərsin. Küfərlərə xitabən məktub yazır. Mənim və sizin minnətiniz olsun ki, İmam Hüseynin məktubunu oxuyuram sizə. O məktubu oxuyuram ki, bəlkə o məktubun içində bir dərs çıxarda bildik özümüzə. Bismillahirrahmanirrahim. Hüseyin ibn Əlidən bir dəstə müsəlman və möminə məktub. Diqqətinizə çatdırıram ki, Hani və Səid sizin məktublarınızı mənə çatdırmışdır. Sonuncu şəxslərdir ki, mənə məktubu çatdırıb. Yəni, sizin məktubunuz artıq mənə yetişib. Ki, bunu dünənləri danışmışdım. Mən məktubda yazdıqlarınızın hamısını oxuyub vəziyyəti başa düşdüm. Sizin sözünüzün canı bu idi ki, başçı və rəhbəriniz yoxdur. Mənim sizə doğru gəlməyimi istəyirsiniz. Düşünürsünüz ki, bəlkə bu yolla Allah sizi haqqın ətrafında birləşdirər. Süleymangilin evində yığışdılar, toplaşdılar. Qərarlaşıb məktub yazdılar. Həmin məktuba cavab verir. Mən indi qardaşım, əmim oğlu və ailəmdən olan Müslüm ibn Əqili öz nümayəndəm olaraq yanınıza göndərirəm. Ona tapşırıq verirəm ki, salavat Peyğəmbər zamanla. Ona tapşırıq verirəm ki, sizin barənizdə mənə məlumat versin. Əgər o mənə xəbər versə ki, sizin və baş bilənlərinizin fikri eyni ilə məktublarda yazdığı kimidir, onda özüm də yanınıza gələrəm inşallah. And olsun canıma, yalnız o şəxs rəhbər ola bilər ki, Allahın kitabında bəyan etdiyi hökmlərə əməl edib, cəmiyyətdə haqq ədaləti bərqərar etsin, haqq dinə tabe olsun. Özünü Allah yoluna həsr etsin, sizə salam olsun. İmam Hüseyin əleyhissalam bu məktubu ki yazır, Müslüm ibn Əqli seçib nümayəndəsi olaraq məktubla birlikdə Küfəyə göndərir. Onun tərəfdarları Küfənin bütün məktublarına cavab edir. Bütün Əhl-i Beyti sevənlərə bir cavab edir məktub. İmamın məktubu bir neçə məsələni əhatə edir. Birinci məsələ bunu əhatə edir ki,
o Müslümü öz qardaşı, əmsi oğlu və etibar etdiyi şəxs olaraq təqdim edir, ona tam inandığını bildirir. İkinci budur ki, Müslümün Küfədəki vəzifəsi Küfəlilərin sədaqətini yoxlamaqdan ibarətdir. Üçüncü budur ki, höccəti tamamlamaqdan ötürü ardıcıl dəvətlərə cavab verməkdir. Çünki höccətin boynunda vəzifədir ki, bir yerə təkidlə çağırıla, onun da boynunun borcudur gələr. Çünki bu höccətin vəzifəsidir. Dördüncü budur ki, Küfəlilərə Müslümü dəstəkləyib ona tabi olmağı tapşırır. Ama sonra ne oldu? Biz bu mektubu oxusaq, dinləsək, biz ağlımız başımızda İmam Zaman ağanı çağırırıq, höccəti çağırırıq və deyir ya, tezləş. Zamanə imamımızın daxı naibləri var. Zamanənin alimləridir. Və zamanənin yol göstərən ağıllılarıdır. Biz də bu höccətin məktubu kimi öz höccətimizə tabi olmalıyıq. Öz ustadlarımıza, müəllimlərimizə, böyüklərimizə, valideynlərimizə etiqadlı olmalıyıq. Biz olmalıyıq. Biz də özümüzdə və çevrəmizdə olan küfəlilərdən seçilməliyik. Yəni, keçən il ardıcıl İmam Zaman gecəsində dedim ki, hamımız fərəz duasını oxuyuruq, 3 yerə bölünür. Sadəcə fərəz duasını oxuyanlar və onun tərcüməsini bilib bilməyənlər, bilənlər ki, tezləşdirmə duasıdır, çölə çıxıb imam axtarmayanlar. Hamımız fərəz duasını oxuyuruq, çöldə heç birimiz imam axtarmırıq. Həmin misaldayıq, o vaxtı imam sağ idi, məktubu yazardıq. Göndərərdilər ki, ya imam, başsızıq, rəhbərsizik, dur gəl. Biz də burada dua edirik də fərəz duası ilə. Bir məktubdur da, fərəz duası da bir məktubdur da. Dualar ümumiyyətcə bir məktubdur da. Allah'a xitab edirsən ki, Allah höccəti qoru günə, salamət elə, hifz elə və onun zuhurunu acil elə. Acil elə yəni durub gəlsin də. Duamız budur ki, durub gəlsin. Məktub yazırıq da, dur gəl. Dur gəl deyib yoxa çıxırıq biz. Dur gəl deyib bir-birimizdən başlayırıq dalaşmağa. Dur gəl deyib bir-birimizdən inciyirik. Durub hara gəlsin bu imam? Kimin yanına gəlsin? Danışmışam bunu. Deyir, imam buyurur ki, hansı qapıya getdimsə, hamı dedi, 5 dəqiqə gözlə ya imam. Müslüm İbn Əqilin vəzifəsi başladı. Yola düşmədən öncə imam əmsi oğluna tövsiyə edir. Tövsiyə edir ki, təqvalı ol. Sonra tövsiyə edir ki, Küfəyə hansı məqsədlə getdiyini gizli saxla. Və insanlarla mülayim rəftar et. İnsanlarla mülayim rəftar etmək şərtdir. İmam tövsiyəsini verdikdən sonra 2 bələdçi ilə yola salır. Nəhayət Ramazan ayının 15-i Məkkədən Mədinəyə yola düşür. Əməvi hökuməti onu hansı məqsədlə Məkkəni tərk etdiyini bilməsin deyə o əvvəlcədən Mədinəyə doğru hərəkət edir. Peyğəmbər sallallahu məzarını ziyarət edib, orada namaz qılıb, daha sonra ailəsi ilə vidalaşıb yola çıxır.
Yolu bələdçilər ilə bir neçə dəfə azır. Susuz və günəş istisindən iki bələdçi canlarını tapşırır. Artıq Müslümin də taqəti qalmır, yola davam etməyə çətinlik də olsa, yola davam edir. Amma bir Xubeys qəbiləsindən məxsus Məzik adlı suya yetişir. Müslüm İmam Hüseyin ağaya məktub yazır. Yəni bu məktuba da qulaq asız. Yəni başına gələn faciələri səndən məndən yaxşı bilirik. İmam Hüseyin əleyhissalam Müslüm İbn Əqli qucaqlayıb yola salanda Müslüm hiss eləmişdi ki, mən hara gedirəm və mənim başıma nələr gələcək. İmama məktub yazır ki, iki bələdçi canını tapşırıb və istiqaməti də itirmişik. Bəlkə mən geri gəlim. Başqa insana bu vəzifəni verəsən. Bu məktubu Qeys ibn Müshir Seydavi məktubu imama çatdırır. İmam cavabında iki əmoğlun arasında gedən söhbətə bax. İmam cavabında məktuba deyir xeyr. Yəni məktub yazır, cavab məktubu. Bu gecə görünə gecəsidir ki, imam məktubunu oxuyuruq biz. Xoş bizim halımızda ki, imamın yazdığı məktubu oxuyuruq. Allah'a and verək İzzəti Cəlalına ki, o məktubudakı kəlmələr qəlbimizə təsir qoysun. Cavabında buyurur ki, xeyr əmoğlu, qorxma, yoluna davam et. Və Höccətin verdiyi əmri tamamla. Fəqət sənin qorxun yol üstündə olmasın. Yoluna davam et. Müslüm də bir dənə cavab deyir, bir dənə cavab deyir. Allah Əhl-i Beyt ailəsindən, tərbiyəsindən bax, dərs çatmamı deyir. Müslüm də cavabında deyir ki, ya imam, mən canımdan qorxmuram. Mən başıma gələcəklərdən qorxmuram. Ondan qorxuram ki, sənin verdiyin əmri küfəyəcən yetişdirə bilməyim. Sənin əmrini küfədə icra edə bilməyim. Mənim qorxduğum odur. Biz bundan qorxmalıyıq ki, Höccətimizin bizə verdiyi əmr nədir? Dua eləmək, mehriban olmaq və bizə verdiyi tapşırıq nədir? Hazır olmaq. Nəyə? Qəlbimin təmizlənməsinə, zehnivə və ona müdafiəçi xidmətçi olmağa hazır olmaq lazımdır. Qorxma ki, imam gələndə nə olar? Qorx ki, imam gələndə desin ki, sənə bir minnət qoydum, sənə bir əmr verdim, sənə bir tapşırıq verdim. İcra edə bildinmi? Ömrün çatdı mı? Əlbə fürsət düşdü, etdinmi? Zəmanənin imamı, keçmişdə zəmanənin imamı İmam Hüseyin əleyhissalam idi və ona xas olan Müslüm İbn Əqil idi. Qəbul? İndi də zəmanənin imamı var. Zəmanə imamı höccətsiz qalmazdı. Zəmanə bir and olsun belə höccətsiz olmaz. Zəmanəmizin imamı var, var. Biz neyik? Müslüm İbn Əqil ola bilirik. Balalarımızı balası Abdullahla balası Muhammed eləyə bilirik. Eləyək. Bu məclislərin əsas təsiri budur ki, eləyək. Təsiri budur, eləyək. Qısaca, sizi yormadan deyim ki, Müslüm gəlir çatır Küfəyə yetişir. İlk başdan Müslümü
Böyük izdihamla karşılayırlar. Müslümin nəqil böyük izdihamla karşılaşır. O, hoş gəlmişsən, səni gözləyir. 150 məktub 1, 120 məktub 1, 12 məktub 1, daha sonra 12.000 məktub 1. Hələ bəzi tarixçilər təvəllüd tarixində hələ deyilir ki, 15.000 məktub 1. Gəl çıx, gəl, tələs, tələs. Biz başsız qalmışıq, tələs. Həmin izdiham çıxır. Sonra minlərlə insan ona beyyət eləyir, lakin Küfə valisi Beydullah ibn Ziyad cəmaata hədə qorxu gəlir. Bir hədə qorxu gəlir. Bir zulümləri göstərir. O qədər faciəvi şəkildə o izdihama bir faciə yaşadır ki, Müslüm görür ki, tək qaldı. Müslüm ayrılır ki, təkəm. Həm də 500 nəfərdən başqa heç kim yoxdur. Nəticə bu olur ki, Müslüm tək qalır. Gizlənməyə məcbur olur. Və nəhayət tuturlar. Küfə valisi tərəfindən şəhid edilir. Və acınacaqlısı da budur ki, Zilhiccə ayının 9-u Həc bayramından bir gün qabaq, yəni Qurban bayramından bir gün qabaq şəhid edilir. Onu Küfə qalasından aşağı atırlar. Allah. Onu Küfə qalasından aşağı atırlar. Və ürəkləri də soyumur. Yəqinə çatmaq istəyirlər ki, Müslüm öldü. Gəlirlər hələ Müslümün bir başını da kəsirlər. Balaları Abdullah və Muhammed Kərbəla hadisəsindən sonra əsir düşən Əhl-i Beytlə birlikdə aparılan Küfədən qaça bilirlər. Bir müddət sonra onlar da tapıb vəhşicəsinə şəhid edirlər. Qardaşı qardaşın yanında başını kəsirlər. Gedənlər bilir, görüblər. Bir az yaşlı uşağın qabağında biri az yaşlı doğma qardaşın başını kəsirlər. Can dözər ona. Ələ lənətullah qavmə zalimin. Nəsibundi Kufədən Nəsibundi Kufədən Küfr-i nifaqan beyrəgi Dandılar elmiyəgi alimdən qövmi şəkil Başlayıb üsyana takıb ettiler dini həkim Dini mütlak naibi qövmi liyan öldürdüler Oldu tabi kufri mehze kufiyan-ı bedşayan Peyk edin öldürmeye bağlandı
Bir vefalar bakmadı mehman için var ehtiram. Ecdimuz zeyf emredildi Hazreti Hayrül Enam. Sehlidir mehman kim olsun naibi hasse imam. Dokunağı ümmeti Hayrül Enam öldürdüler. Aldı 300 bir mürüvvet bir garibin böbresin. Vermedi fürsen yetişsin şahi belhaya sesi. Töktüler kanun, töktüler kanun o mezlumi vehinu bikesin. Zulmüden nahak yere hakkül meram öldürdüler. Ettiler tüm Müslümi bağüste mektul-i zefan. Attılar neşin yere etmin bu zulme iktifa. İpsalım yerden sürürdü kufiyan bir vefaya. Hürmeti adam şer'i dini tam öldürdüler. Taktılar türe zebes kavmi tüyan ettiler. Şer bu belada alemi dün kendini kan ettiler. Hakka batil ar koyup bir batil ünvan ettiler. Akıbet peygamber oğlum, akıbet peygamber oğlum teşne kan öldürdüler. Tüm şehit etti Hüseyin'i zahiri Kur'an'yan. Ettiler Kur'an-ı Lati bavşizi bisinan. Koydular harici Ali Resul'e kufiyayan. Dini pak hakkında eğleyip fikri kan öldürdüler. Elametullahi kavmez zalimin. Selamun aleyküm. Yetişim Muharrem'im, yetişim Muharrem'im. Ya Abdillah, ya da düştü gönlümün, ya da düştü gönlümün. Ya Abdillah, yetişim Muharrem'im, yetişim Muharrem'im. Ya Abdillah, ya düştü gönlümün. Ya Abdillah, 4000 oflu peykerim. Ya Abdillah, su görende diyerem vay. Vay yaralı yalan ey vay. Vay yaralı yalan ey vay. Su görende diyerem vay. Vay yaralı yalan ey vay. Vay yaralı
Ey garibi Kerbela, ey garibi Kerbela, ya Abdillah, adı vahşiye feda, ya Abdillah, adı vahşiye feda, ya Abdillah, su görende diyerem vay, vay yaralı yalan eyvay, vay yaralı yalan eyvay size, su görende diyerem vay yaralı yalan eyvay, vay yaralı Felekan-ı kerem ya Abdillah, bir de pahüse gelen ya Abdillah, orada daim diyerem ya Abdillah, orada daim diyerem ya Abdillah, su görende diyerem vay, vay yaralı yalan eyvay, vay yaralı yalan eyvay, su görende eşkıya vurma Kerbela'da yeter inşallah. Yalan eyvay, vay yaralı kalbimi yad ederem ya Abdillah, ağlarım tad eylerem ya Abdillah, şimdi feryat eylerem ya Abdillah. Ey Aziz-i Mustafa, ey Aziz-i Mustafa, ya Abdillah, etmişem bir hata ya Abdillah, gel beni kurtarana ya Abdillah, su görende diyerem vay, vay yaralı yalan eyvay, vay yaralı yalan eyvay, su görende diyerem vay, vay yaralı yalan eyvay. Bilirem yaralı sen ya Abdillah, sen başı belalı sen ya Abdillah, ağalar ağası sen ya Abdillah. Ey adı derde deva, ey adı derde deva ya Abdillah, ey şehidin eylema ya Abdillah, ver bize Kerbela ya Abdillah, su görende diyerem vay, vay yaralı yalan eyvay, vay yaralı yalan eyvay, su görende diyerem vay, vay yaralı yalan eyvay, vay yaralı yalan eyvay. Ben gelip haricuna, ben gelip haricuna ya Abdillah, sen zahanda padişah ya Abdillah, mənə bir özüm pənah ya Abdillah. Ey günü bağ ve Resul, ey günü bağ ve Resul ya Abdillah,
Yine yetiştim ahem ahem, yine yetiştim ahem ahem, garacıyım tamamı alem, güzel adın edibler ezber, Hüseyin Hüseyin diyirler bahem, Hüseyin yaralar ve kurban, Esir balalar ve kurban, Ağam senin deminde alem ağam, Nuh hediyede madem ağam, Baştan denetinde Hüseyin var, Zevdü Resulü yaşam Allah. Hüseyin yaralar ve kurban, yaralar ve kurban, esir balalar, sen aslanın gamında yandın, sen aslanın gamında yandın, aslan da yandı sen de yandın, aslanı taştan sen yürekten, peykan ile kana boyandın. Hüseyin yaralar ve kurban, esir balalar ve kurban, Ağam Akbar'da bir seni uzattı, Asgar senin sinende yattı, seni yağa Kerbela'da, Abbas'ın ölmeyi kozalttı. Hüseyin yaralar esir balalar ve kurban, Dünyaya şehit edindi, dünyaya şehit edildi, Ebu Bilal
eylesin can boşa Yolda Ali Ekber'le hüküm olur Şimdi şanıyla yeteminler İlerine Hüküm olur şimdi şanıyla yeteminler şanıyla Eylesin can boşa Salda Ali Ekber İlahi Türkiye'si Kemal Kimisen Cebrail'ine aldı kimin ucisi o zaman Tigrillah Söbü ham hanzariler Hüküm olur şükrü şarıyla Yeteminler şanıyla Hüküm olur Şimdi şanıyla yeteminler şanıyla Eylesin can boşa Salda Ali Ekber Marila basıyor Vurdular o Berat'ın Üstedeki kavga tutan kollarını açtı sağ boynuna söylerdi var beni Leyla'ya getir bize uzak insanıyla hüküm olur şimdi şanıyla yeteminler şanıyla Hüküm olur şimdi şanıyla yeteminler şanıyla Eylesin can boşa Salda Ali Ekber Döndürüm şeylere hesabın ol şükrine bir getirir halimler işte o çok edebi saldılar zinüga üstten o avline sebi var idi çünkü eda behleri peygamberine hüküm olur şükrü şerine yeteminler şanıyla Hüküm olur şimdi şanıyla yeteminler şanıyla Eylesin can boşa Salda Ali Ekber Marila tuttular nöbetini Muhammed'in havle kimi Ettiler kavnine kalkan O şehir lavle kimi Var idi sümbedelinden emel havle kimi Sesledi ya beta Tahmel çekmi tarila Hüküm olur Şimdi şanıyla yeteminler şanıyla Hüküm olur şimdi şanıyla yeteminler şanıyla Eylesin can boşa Salda Ali Ekber Bilal eşinim kıymedesin şehrin daveti Üst koyumu katlıca Tablola feryaldır resi Yetişim gördü gelir Uşa baranma nefesi Başını aldı düz usta Yaralı pencerine Hüküm olur Şimdi şanıyla yeteminler şanıyla Hüküm olur şimdi şanıyla yeteminler şanıyla Eylesin can boşa Salda Ali Ekber Mariler dedi yaşlı benim İşte bu etrafına ol Ola kül başına senden Sonra dünyanın ol Gözü yollarda kalıp Kıymeden Leyla'nın ol İntizarın çeker ol Zeynep-i Kamper Marila Hüküm olur Şimdi şanıyla yeteminler şanıyla Hüküm olur şimdi şanıyla yeteminler şanıyla Eylesin can boşa Salda Ali Ekber Mariler kan tutan gözlerini açtı odan tavrus gördü gelip doğru tavrus'ta İstediği dursun eğer yıkılıp kan usta Başını koydu ayağına susuz laflarıyla Hüküm olur şimdi şerine yeteminler şanıyla Hüküm olur şimdi şanıyla yeteminler şanıyla Eylesin can boşa Salda Ali Ekber Mariler nazın uğru sana vurma Olacak
hükm olur şübli şer'iylə, neçə min leşkər ilə, eyləsin